Buraxılışa düşə biləcək belə bir maraqlı sualın izahına baxaq. ABCD-ni bizə düzbucaqlı verib və AD-ni bizdən soruşur. Burada gördüyünüz kimi bu H-dır. H-ı bizə 4 verib və bilirik ki, H kvadratı MN-dir. Yəni A-nın 2A plus 4-ə hasili H kvadratı 16-nı verir. Burada nə alırıq ki, 2A kvadratı üzərinə gəlsin 4-ə çıxılsın 16 sıfırdır. Hər tərəfi 2-yə bölürəm və belə bir tənlik alınır. Burada cəm mənfi 2-dir, hasil isə mənfi 8-dir. Və bu ədədlərdə bilirik ki, 4 və mənfi 2-dir. Mənfi 4 və 2-dir, daha doğrusu mənfi 4 və 2-dir. Və mənfi 4 tərəf ola bilməz, yəni düzbucaqlının tərəfi müsbət olmalıdır deyə 2-ni götürürük. Deməli A2-dir. A2-dirsə bura 2-dir və burada 2 qoysaq 8-dir. İndi bura 8-dir, bura 2-dir. İndi mən bura bir dənə K deyim. BKS üçbucağına baxıram. BKS. Bu üçbucaqda Pifagor teoremi yazacağım. BC-yə məsələn x deyirəm. X kvadratı bərabərdir 2-nin kvadratı üzərinə gəlsin 4-ün kvadratına. X kvadratı bərabərdir 16-nın üzərinə 4 gəlsə 20-yə və x də bərabər olur 2 kökdə 5-ə. Deməli doğru cavab 2 kökdə 5-dir.